Yenilənmiş digital login ilə dövlət və özəl portallara giriş artıq daha rahat və təhlükəsizdir. Digital Login vahid giriş sistemi ilə sadəcə bir dəfə qeydiyyatdan keçərək 145-dən çox informasiya sistemindən faydalanmaq imkanı əldə edəcəksiniz. Sözü gedən xidmətdən istifadə etmək üçün isə qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün 5 fərqli üsuldan birini seçməyiniz kifayətdir. İstənilən rəqəmsal xidmətdən istifadə zamanı Sima rəqəmsal imza dərhal köməyinizə gəlir. Çünki burada qeydiyyat cəmi bir neçə saniyə ərzində həyata keçir. Müvafiq üsulu seçərək Sima mobil tətbiqini açın, skan et düyməsini sıxın, QR kodu skan edərək daxil olun. Əgər Sima mobil tətbiqiniz yoxdursa, aşağıda təqdim olunmuş QR kodu skan edərək tətbiqi yükləyin. Şərtlər və qaydalar ilə tanış olduqdan sonra qeydiyyatdan keç düyməsinə klikləyin. Açılan pəncərədə şəxsiyyət vəsiqənizin seriya və PIN nömrəsini yazaraq davam etə klikləyin. Daha sonra qeydiyyat təlimatları ilə tanış olun. Qeydiyyat prosesinə davam etmək üçün kameradan istifadəyə icazə verin. Üzünüzü çərçivəyə yerləşdirin. Başla düyməsinə sıxın və simanızı ekrana yaxınlaşdırın. İdentifikasiya zamanı təlimatdakı hərəkətləri təkrarlayın. Üz tanıma prosesini bitirdikdən sonra yeni PIN kod yaradın. Təbrik edirik! Qeydiyyat uğurla nəticələndi. Beləcə artıq portallara asanlıqla daxil ola biləcək, rahatlıqdan zövq alacaq və ən əsası vaxtınıza qənaət edəcəksiniz. Digital Login, vahid giriş sistemi.